Qadın xeyli haqsız. Artıq heç söz demək istəmirəm. Haydi qadın xeyli söz mənə çatmır. Siz olsa nə dəyişəcək var? kişi olsa qaldıraram səni yerə çırparam. Ayağımın altına alaram. Siz mənə sual verirsiniz ki, Wi-Fi-niz var. mən dedim ki, bəli var. Dedim ki, internetə qoşulmaq olar. Dedim yox. Sizin üçün nə fərq edir? Mən interneti indi açdım. Baxın, düşün də zəhmət olmasa. Düşün? Bəli, düşün. Düşmürəm. Belə nə yapacağam? Xeyr, mən ünvanı tamamlamaq istəmirəm, sonlandırmaq istəmirəm. Sosial şəbəkələrdə taksi sürücüsü ilə sərnişin arasındakı bu dialoq gündəmə çevrilib. Geniş müzakirələrə səbəb olan video yenidən qarşılıqlı münasibət və taksi xidmətləri ilə bağlı mövzunu aktuallaşdırıb. Bir qadının kişi ilə bu formada danışmağı həqiqətən nə qadına yaraşır, nə də millətin hansıdır bir fərdinə yaraşır. Wi-Fi-niz var idi, internetiniz var idi, amma bölüşmədiniz xanımla sərnişinlə. Nə olmuşdu orada? Çünki xanım başda məndən interneti istifadə eləmə şəklini tələb olaraq dedi. Siz məndən əlaqə saxlayanda necə ki, zəhmət olmasa, olarmı kimi cümlələr istifadə elədiniz. Mən tərəfdarıyam ki, qarşımızdakı insanın xanım olmağı, bəy olmağı, yaşlı olmağı, uşaq olmağı aidiyyəti olmayaraq bir-birimizlə danışanda etik dəyərlər çərçivəsində danışaq. Ədəbsiz danışmaq lazım deyil. Yaxşı deyirəm. Səhv eləyirsiniz. Yaxşı. Sərnişin xahiş etmədi. Yox, xeyr, sadəcə tələb cümləsi qoydu ki, internetinizi açın və mən bundan istifadə edeyim. Mən də olduğum halda xeyr cavabı verdim. Daha sonra başqa arqument gətirdi ki, ünvanda, mən dedim ki, ünvanda çataraq ödəməni o formada eləyərsiniz. Bir də mən burada bunu bildirmək istəyirəm ki, konkret olaraq. O ödəniş etmək üçün istəyirdi açsın. Əvvəlcə istifadə eləmək üçün istəyirdi. Daha sonra mən yox dedikdən sonra dedi ki, bəs mən necə ödəniş eləyim? Ünvanda ödəniş eləyərsiniz. Axı biz əvvəlcədən ödəniş almırıq heç kimə. Mən xanımı yolda düşürtməmişəm. Bir çox şəxs bu formada düşünür. Ancaq mən xanımı yolda düşürtməyə çalışmadım məcburi şəkildə. Xanım dedi məni ünvanıma geri götür. Ünvanına geri götürdüm. Harda götürmüşdüm evinin qarşısına, orada da mən düşürtdüm. Oradan gedərik bir nəfər götürərik. Yolu buradan sürün. Bir dənə bu qardaş ya da bu xanımı biz yolun üstündə burada düşürdək. Bir dənə zəhmət olmasa mağazada saxlayardınız, girəydik, bir çörək alardıq, yemək alardıq. Belə bir şeyləri sürücüdən xahiş etmək lazım deyil. Mövzu ilə bağlı taksi xidmətindən istifadə edən sakinlərin fikirlərini də öyrəndik. İstəməyib, açmayıb da. Burada nə var ki, düzgün eləyib. Mənim internetimdir, vermirəm sənə. Misal üçün, mən durub maşın sürə-sürə internet verəcəm sənə, çaşacağam, gedib maşını qəza törədəcəm. Eləncə nə olarmı? Bu vəziyyətdə açmalı idi. Yəni ki, hər vəziyyətdə ola bilər də. Bəlkə vacib də oradan da minib bu. Sənə pul ödəyir. Deməli o istifadə eləməlidir. Sadəcə burada yaşamıram və yaxud da turist gəlir falan. Yəni o baxımdan düşünürəm ki, internet vacibdir. Yəni 2026-cı ildir. Bu kimi xidmətlər çox önəmlidir. 2 manat 50 qəpik, 3 manat pul verirlər. Az qalırlar ki, mindirək belimizdə də gəzdirək onları. Yəni belədir də, vallahi da. Artıq əski söhbət danışırsa, xoşuma gəlmirsə, mən mübahisə eləmirəm. Mən sadəcə olaraq maşını saxlayıram, düşmürsə maşından, deyirsən aparmalısan, mən aparmıram. Saxlayıram maşını, bir də keçən postpatron maşını saxlayıram, deyirəm, xahiş edirəm, bu mənim maşınım düşmür, mənə təcavüz göstərir, xahiş edirəm, tədbir görün. Çox sağ olun. Nəqliyyat üzrə ekspert Aslan Əsədov sürücünü qınayanların heç bir hüquqi əsası olmadığını düşünür. İnternetin paylanılması, internetlə təminatı barəsində şirkətlərin və yaxud avtomobil sahiblərinin şirkətlər qarşısında hər hansı bir öhdəliyi yoxdur. Bu o deməkdir ki, həmin nəqliyyat vasitəsində hərəkət edən zaman internet birbaşa sürücünün mobil telefonu vasitəsilə fərqlən təminata əsasında təsbit edilmişdir. Yəni bu sürücünün istəyinə bağlıdır. Wi-Fi kodunu paylaşa da bilər, paylaşmaya da.